Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm hər biriniz yaxşısınız inşallah. Demək, əziz xanımlar, əziz izləyicilər, bu videonu mən istəyərdim, çox istəyərdim ayın 29-u günüsü paylaşım. Çünki ayın 29-u mənim qızımın doğum günü idi. Bu ona bir gün, 2 gün qalmış, həmin günü olan hazırlıqlarımdır. 2-3 günün videosudur. Qısa-qısa, xırda-xırda belə deyim, çəkdim ki, paylaşım. Çox istəyərdim 29-u paylaşım, ancaq çatdıra bilmədim. 29-una eybi yoxdur, bugün paylaşaram. Demək, menyumuzda nə var idi? Menyumuzda yeməklərdən kabab idi, bir də buğlama idi. Qalan qalyanal salatlardan mimoza idi, kərəm salatı idi, çuğundur salatı idi, bir də vinegret salatı idi. Qalyanaltlardan da ciyər paşteti idi, tvaroklu siqara idi, bir də ciyərli siqara idi. Belə şirniyyatlardan 2 dənə tort bişirmişdim, biri biskvitli tort. İrəliləyən dəqiqələrdə özünüz görəcəksiniz, öz əl işimdir. Super belə görünüşdə olmasa da bacardığım qədəri hazırladım. Biri də medok idi. Bir biskvitli tort, bir medok idi, bir də mutaki hazırladım. Belə əlimdən gələn qədər, bacardığım qədər hazırladım. Mən xoşlayıram övladlarımın ad günündə hazırlaşım, süfrə açım. Kimlərisə dəvət etmirik, çünki hər ikisinə də mən dəfələrlə demişəm, hər ikisinə böyük ad günü keçirtmişik. Ona görə mən istəmirəm, yəni hər dəfə kimlərisə xüsusi çağırım, gəlin ad günümə deyə, uşağın ad gününə. Yəni bir dəqiqə çətin zamanədir, hər kəsi başa düşürəm. Yəni ona görə gələndə də istər-istəməz kimsə nəsə hədiyyə fikirləşir, hədiyyə gətirir. Ona görə istəmirdim. Yəni belə olsun. Ancaq hər dəfə də təsadüfən, yəni bilirəm ki, süfrəmi açıram mən hər dəfə övladlarım üçün. Mən evdə də demişəm ki, mənim övladlarım nə qədər var, nə qədər sağıq, canımız sağdır. Onların hər ad günündə qazan qaynadacam onların adına, yəni yeməkləri hazır olacaq. Tortum, şirniyyatım bacardığım qədər hər il Allah hansı ruziləri yetirsə, o ruzi ilə mən süfrələrini açacağam. Məni xanımlar kənardan izləsəniz, sanki bir bayram ab-havası var. Qış aylarına düşməkləri də yaxşıdır uşaqların. Yəni 2 gün qalmış, 1 gün qalmış belə deyim, bəzi hazırlıqlarımı görürəm. Həmin gündə səhər tezzənikdən dururam. Həyət, baca nə qədər təmiz olsa da yenə də süpür, yığışdır, səliqəyə salıram. Sanki bayramda necə hazırlaşır xanımlar. Necə təmizlik eləyirlər belə deyim. Mən də o cür hazırlaşıram. Sanki bir bayram ab-havası var. Əhval-ruhiyyəm yüksək olur. Uşaqlarımın doğum günündə belə əlim, qolum açılır, belə deyim da nələr istəyərəm ki, nələr eləyim, nələr hazırlayım. Heç kim olmasa da belə düşünürəm ki, mən süfrəmi açıram. Kimin yadında qalan, kimin yəni kim qismət olar, gəlib çıxar, üstünə çıxar, belə deyim, süfrəmin açıram. Anamgil hər zaman yanımda olur. Anam, bir də öz ailəmiz olur. Hər ildə demək olar ki, kimlərsə gəlir. Bu ildə bizim ailə dostlarımız, əzizlərimiz, çox sevdiyim, bacım qədər çox sevdiyim bir ailə yanımızda oldu. Həqiqətən də bizə, yəni xoş günümüzdə çox şən keçdi, çox gözəl keçdi, əyləndik, dedik, güldük. Maraqlı oldu bizlər üçün və mənim sinif yoldaşlarım da oldu. Çox xoş oldu bizlər üçün. Yəni həqiqətən də çox sağ olun. Allah hər birinizdən razı olsun. Xoş günümüzdə yanımızda oldunuz. Qızımın hədiyyələri də var. Sinif yoldaşları tərəfindən hədiyyələr alınıb. Özüm bir xüsusi, yəni ona hazırlıq eləmişdim. Hədiyyələr hazırlamışdım. Gələn qonaqlarımız hədiyyələr gətirmişdi. İnşallah ki, onları gələn bir videoda, xüsusi bir video hazırlamaq istəyirəm. O hədiyyələr üçün, yəni xüsusi bir video paylaşacağım. Yəni istəyirəm bunlar YouTube-da qalsın, gələcəkdə də uşaqlar baxarlar, izləyərlər. Burada siqara paşteti demək olar 2 gün öncədən hazırlamışdım. Buzdurucuya qoymuşdum. Burada ciyərli siqara hazırlayıram. Ciyər, istiot, duz, bir də nar. Bunları da belə hazırlayıb qoyuram soyuducuya, qabda.
Bax, həmin günüdür, düşdüm, həyəti süpürdüm. Hər yer çiçək kimi tərtəmiz, ləzzət edir mənə. Toyuqların yerinə qədər də hər bir yeri, künc, bucaq, hər bir yer təmiz idi, düzdür. Yenə də təmizlədim. Xoşum gəlir, yəni. Uşaqlar sevinəndə elə bilirəm sanki bir dünya mənimdir. Yəni artıq belə deyim, özümü unutmuş bir insanam. Özümə qıymıram, özümə heç nə almıram. Əlimə pul düşəndə də istəyirəm o dəqiqə uşaqların istədiklərini alım, uşaqların arzuladıklarını alım. Belə, bu da mütakilərimdir. Əlimdən gələn qədər içi qozlu. Bu kələm salatıdır. Xanımlar, bunu mən heç istifadə etməmişdim. Sadəcə olaraq endirmə düşmüşdü. Yarmarka, belə deyim, yarmarkadan alınmışdı. Qırmızı kələm. Qəşəng hazırladım. Ondan da salat çox dadlı idi. Bu da biskivitim. Çox gözəl qabarıb, şişib. Biskvitli tort, bu da tortumdur. Sevgi ilə böyüyən bir ürək qızım üçün. O bizim sevgimizdir, ürəyimizdir. Hər iki övladımız da bizim ürəyimizdir, sevgimizdir. Belə işlərimi gördüm. Salatlarım hazır, yeməklərim hazır, şirniyyatlarım hazır. Burada belə bir stola açdım. Şirniyyatları düzürəm, süfrəmi açıram. Bütün demək olar işlərim bitibdir. Evdə olanları süfrəyə düzürəm. Əvvəl bir süfrəyə, belə bir stola, belə deyim, açdım. Sonra gördüm, yox, yəni süfrəyə düzəndə hazırladıqlarımı boşqablara yer qalmır. Ondan sonra da bir stolda əlavə etdik. Bir stolda gətirdim, açdım. Dedim, ürəkli hər bir şeyi hazırladıqlarımı süfrəyə qoyum. Bunlar da özüm hazırlamışdım, mürəbbələrdir. Biri ərik mürəbbəsi, biri çiyələk mürəbbəsi. Sular da evdə soklar hazırladığımız soklardır. Mimoza salatı, çuğundur salatı. Su almağa ehtiyac bilmədim. Dedim, mağazindən su almayaq. Bu da vinegret salatıdır. Bunu qaynanamın istəyi ilə, qaynanamın ən çox sevdiyi salatdır bu vinegret. Özü dediyi reseptdən, özü istədiyi formada hazırlamışam. Çox ləzzətlidir, o da dadlıdır. Belə mağazindən sular almadıq. Evdə nələr var idisə onları qoyduq süfrəyə. Nə ehtiyac var? Bütün şirələrin, meyvələrin, yəni əlimdə olan meyvələrdən şirələr hazırlamışam. Belə deyim, soklar hazırlamışam. Ona görə ehtiyac bilmədim. Ona görə almadım, nə də aldırmadım. Karalyok qurusunu da mamam hazırlamışdı. Çox gözəldir, həqiqətən də şipşirin, bal kimi. Bir də ispanaqlı börəyi mənim mamam çox gözəl hazırlayır. Yəni ləzzətli hazırlayır. İspanaqlı börək hazırlamışdı. Burada uşaqlar məktəbdədir. Dedim, onlar gələnə qədər. Bu manqal salatı ilə pomidor salatını da özüm hazırlamışdım yayda. Beləcə süfrəmi bəzəyirəm. Yəni çox xoşbəxt oluram. Belə deyim də, belə iki uşaqdır, ikisinin də ad günündə olanları süfrəyə, yəni bəziyim, qoyum, yəni süfrə açım, belə deyim. Çox xoşlayıram. Mən də belə əlimdən gələni qədər edirəm. Yəni kimsə gələcək deyə yox, elə belə öz uşaqlarımın xətri xoş olsun deyə. Yəni öz balalarımın xoş günündə bu süfrəni açıram. Nə qədər ömrüm sağdır, nə qədər canım sağdır, nə qədər ömrüm var demişəm. Uşaqlar böyüyənə qədər, yəni böyüsələr belə onların ad gününü qeyd edəcəm. Gücüm çatan qədər. Bu da ispanaqlı börəkdir. Bunu anam hazırlayıb getmişdi. Çox dadlı olur, gözəl olur. Yəni hər dəfə özüm deyirəm ki, ispanaqlı börək elə mən də edirəm, ancaq o deyir reseptini ki, bu qaydada elə, ancaq o elədiyi kimi, o elədiyi qədər dadlı olmur. Bunu xüsusilə yəni anam dadlı edir. Çox gözəl olur, çox gözəl dadlıdır. İspanaqlı börək. Beləcə, çox şükür Allahın verdiyinə hər bir şey. Yəni bunlar siqaralardır. Nə bilim, belə çox xoşdur ki, yəni belə süfrə açıram. Çox şükür Allahın verdiyinə, min şükür ki, Allah nəsib edir, Allah qismət edir. Bu süfrəni açıram balalarım üçün.
Fevralın 2-si də Ömərimin ad günüdür. İnşallah bunun ardından da ona hazırlaşacağam. Tam belə deyim, bir ay arada vaxt var. İl fərqi var, ancaq belə ad günlərinə görə bir dənə yanvar ayı var, belə deyim. Dekabrın axırı Gülka, fevralın əvvəli də Ömər. İkisi də Ömərdir. Ömərin ad günüdür. İnşallah ona da burada hazırladıqlarımdan başqa menyunu dəyişəcəm yəni. Belə bunu da qızım üçün hazırlamışdım. Belə hədiyyələr. Temudan zakaz eləmişdim, sifarişlər vermişdim. Onlar gəlib çıxmadı. Əslində 9 yaşı olur deyənə 9 dənə hədiyyə istəyirdim olsun. O da zakaz elədiklərim gəlib çıxmadı. Hələ 2-3 gün sonra gələcək. Mən də belə kiçik bir hədiyyələrdən qızımı sevindirməyə çalışdım. O çəhrayı rəngdə ürəkli olan, yəni hədiyyəni qardaşı eləyibdi, qardaşı alıbdı, Ömər alıbdı. Bunları da mən hazırlamışam. Belə kiçik bir səbət aldım. Onun içinə o istədiyi aksesuarları, şokoladları aldım. Yəni bu məktəbə gedəndə, Gülka məktəbə gedəndə gətirdim öz otaqlarında belə süfrə açıb, tortunu qoyub, hədiyyələrini qoydum ki, süfrəyə Gülka məktəbdən gələndə sevinsin, yəni görüb bir anlıq xoşbəxt. Uşaqdır da, yəni o nə qədər sevinsə, mən də o qədər çox sevinirəm. Onun üçün belə sürpriz elədim. Özüm də sevinirəm, o sevinəndə. Özümün də marağım var belə hədiyyələr almağa. İstədiyi bir şeylər idi, yəni istədiklərini az-az özü bilmədən sadəcə olaraq mağazinə getmişik, deyib bunu istəyirəm, demişəm hə yaxşı, pul olanda alarıq. Ancaq belə biraz gec, tez alıb qoymuşdum evə. İndi də belə hədiyyələşdirdim. O paketi də özüm hazırlamışdım, paketə yəni özüm bükmüşəm, belə deyim, hədiyyə paketinə. Belə Allah balama Allahdan sağlam can, uzun ömür arzulayıram. Xoş gün arzulayıram. İnşallah o gün olsun ki, Allah qismət eləsin. Orta məktəbi əla qiymətlərlə bitirsin. Universitetə qəbul olsun inşallah. Ondan sonra yüksək zirvələrdə olsun. Hər an yəni yüksəkliklərdən gəlsin səsi, savadlı, ailəsinə, vətəninə, millətinə dəyərli bir insan olsun. Ali məktəbi də bitirəndən sonra başqa magistraturaya, başqa yerlərə, nə bilim, o qədər arzularım var ki, balalarımla bağlı hər ikisinə də arzulayıram. İşə girsinlər, dövlət işlərinə, yəni yüksək yerlərdə olsun, öz ayaqlarının üzərində dura bilsin. İstər qızım, istər oğlum, hər ikisində istəyərəm, öz ayaqları üzərində dursun. Özləri işləyib, özləri qazanmağı bilsinlər. İnşallah Allah xoş günlər nəsib eləsin. Nə deyə bilərəm, ana kimi çox böyük arzularım var. Allah arzularımıza çatdırsın. Hər bir anaya arzulayıram ki, övladlarını yüksək zirvələrdə görməyi nəsib eləsin Allah. Belə izlədiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Rəylərinizi gözləyirəm. Qızıma təbriklərinizi gözləyirəm. İnşallah çox sağ olun. Xahiş edirəm, kanalımı izləyənlər, abunə olmayanlar, kanalıma abunə olub, bəyənməyi, rəy yazmağı unutmayın.